Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində son illərdə mühüm addımlar atılıb. Əmək haqları, pensiyalar, sosial müavinətlər və digər dövlət ödənişləri bir neçə dəfə artırılıb. Buna baxmayaraq minimum pensiya alanlar, az təminatlı ailələr, əlilliyi olan şəxslər və digər sosial həssas qruplar üçün ödənişlərin daha da yüksəldilməsi məsələsi hələ də gündəmdə qalır. Son dövrlərdə ölkə iqtisadiyyatında müşahidə olunan müsbət göstəricilər və dövlət büdcəsinə daxil olan əlavə gəlirlər fonunda sosial ödənişlərin yenidən artırılması ehtimalı daha çox müzakirə olunur. Ekspertlərin fikrincə, hazırki iqtisadi şərait bu istiqamətdə yeni qərarların qəbul edilməsinə imkan yarada bilər. İqtisadçı Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycanda az təminatlı sosial təbəqələrin rifah səviyyəsinin yüksəldilməsi üçün kifayət qədər iqtisadi potensial mövcuddur. O bildirib ki, ölkədə minimum əmək haqqının, minimum pensiyanın və digər sosial ödənişlərin artırılması üçün maliyyə imkanları formalaşıb. Ekspert qeyd edir ki, son aylarda dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalması Azərbaycanın gəlirlərinə də müsbət təsir göstərir. Regionda baş verən geosiyasi hadisələr, müxtəlif ölkələr arasında yaşanan gərginliklər və enerji bazarındakı dəyişikliklər neftin qiymətini yüksəldən əsas amillər sırasındadır. Neft qiymətlərinin dövlət büdcəsində nəzərdə tutulan göstəricilərdən yüksək olması isə əlavə maliyyə resurslarının yaranmasına səbəb olur. Bu vəziyyət həm dövlət neft fondunun gəlirlərini artırır, həm də ümumi büdcə daxil olmalarının artmasına şərait yaradır. Mütəxəssislərin fikrincə, əlavə gəlirlərin formalaşması hökumətə büdcə xərclərinə yenidən baxmaq imkanı verir. Bu isə sosial layihələrin genişləndirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və müxtəlif ödənişlərin artırılması üçün əlverişli şərait yaradır. İqtisadçı hesab edir ki, cari ilin sonuna qədər minimum əmək haqqı və minimum pensiya ilə bağlı yeni qərarların qəbul edilməsi ehtimalı mövcuddur. Onun sözlərinə görə ölkənin maliyyə imkanları həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əmək haqqının, minimum pensiyanın, sosial müavinətlərin və digər dövlət ödənişlərinin artırılması real görünür. Bu baxımdan minimum əmək haqqının, minimum pensiyanın, sosial müavinətlərin və digər dövlət ödənişlərinin artırılması real görünür. Belə addımların atılması xüsusilə az təminatlı ailələrin və sosial dəstəyə ehtiyacı olan vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərə bilər. Ekspert həmçinin vurğulayıb ki, qanunvericilikdə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanlarını daha da genişləndirib. Yeni mexanizmlərə əsasən dövlət büdcəsinin gəlir və xərclərinə yenidən baxılması mümkündür. Bu isə əlavə maliyyə vəsaitlərinin yaranması halında həmin vəsaitlərin müxtəlif istiqamətlərə yönəldilməsini asanlaşdırır. Belə dəyişikliklər nəticəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial proqramların genişləndirilməsi paralel şəkildə həyata keçirilə bilər. Mütəxəssislər hesab edirlər ki, hökumətin sosial sahədə yeni təşəbbüslər həyata keçirməsi üçün kifayət qədər maliyyə resursları mövcuddur. Bundan əlavə, gələcəkdə əmək bazarında nəzərdə tutulan bəzi yeniliklərin də vətəndaşların gəlirlərinə müsbət təsir göstərəcəyi gözlənilir. Saatlıq əmək haqqı mexanizminin tətbiqi, əmək münasibətlərinin təkmilləşdirilməsi və vahid ştat cədvəlləri üzrə aparılacaq dəyişikliklər əmək haqlarının formalaşmasına yeni yanaşmalar gətirə bilər. Bu yeniliklərin nəticəsində əmək haqlarının artması, pensiya hesablamalarına təsir göstərməsi və sosial yardım məbləğlərinin yüksəlməsi ehtimal olunur. Beləliklə, sosial müdafiə sistemində həyata keçiriləcək mümkün islahatlar milyonlarla vətəndaşın rifahına birbaşa təsir göstərə bilər.